Kiyev vilayəti və Kiyev şəhəri Ukraynanın 24 vilayətindən biri. Kiyev vilayətinin iqtisadiyyatı əsasən kənd təsərrüfatından, məsəl üçün süd məhsulları, ət məhsulları, un məhsullarının istehsalı. Həmçinin bu vilayətdə əkinçilik də çox yaxşı inkişaf elətdirilibdir. Digər gəlir yerlərindən biri isə kimya və maşın qayırmadır. Bu vilayətdə rezin və plastik hazırlanır. Həmçinin burada kənd təsərrüfatı texnikası və avadanlıqları istehsal edilməsi inkişaf elətdirilibdir. Kiyev vilayətinə İrpen, Buça, Qastomel, Belaya Çerkov kimi şəhərlər daxildir. Kiyev şəhərində 3 milyon insan yaşayır, vilayətdə isə 2 milyona yaxın insan yaşayır. Kiyev vilayəti Ukraynanın Poltava, Jitomir, Çerkaskaya, Vinitskaya və Çernigovskaya vilayəti ilə sərhəddir. Həmçinin bu vilayətin Belarusiya ilə də sərhədi mövcuddur. Tanınmış Çernobıl da burada yerləşir. Bu Çernobıl şəhərində 1986-cı ildə atom elektrik stansiyasında partlayış baş vermişdi. Buna görə də bu şəhərdə bu gün heç kim yaşamır. Hal-hazırda isə şəhər bu gündədir. Şəhərdə radiasiya həddindən artıq çoxdur, ona görə də bu şəhərdə yaşamaq təhlükəlidir.